Salam kızlar, sabahınız hayır. Hoş geldiniz videoma, hoş geldiniz yeni bir vloguma. Vlog başlayıram bugün. Belə bir səhər yeməyindən. Bunu çəkməkdə məqsədim odur ki, kızlar siz də hazırlayın. Həm çox xeyirli, sağlıklı bir səhər yeməyi, həm rahat, həm də dadlı. Chia toxumu, kətan toxumu, boranı tumu, qatıq, üzərinə mango, biraz üyüdülmüş, üstünə baxın, üyüdülmüş badam ləpəsi, bir də qoz ləpəsi, üzərinə də bəzək üçün üzüm. Yəni hər hansı meyvədən eləyə bilərsiniz. Mütləq deyil ki, mango olsun. İstədiyiniz meyvədən düzəldə bilərsiniz. Böyle de göstereyim size. Bayaqdan çıxar. Axşamdan hazırlamışdım. Soyuq idi. Xala deneydən indi. Artıq qızıb baxın da belə. Çox ləzzətli olur kızlar. Hazırlayın siz də. Mən də bunu yiyeyim. Sonra işimə davam. Başladım indi işə. Yeməyimi yedim. İndi başlayayım işimə. Kızlar bunu dünən tezdən çəkmişdim. Belə paketim yox idi. Var idi amma balacaları idi. Çox balaca idi. Yığmadım. Axşam da dünən axşam aldım. Amma gecə yığmağa ərindim. Nəsə dedim tezdən yığaram. Balkonda idi buz kimi. Hələ biraz da donmayıb amma buz kimi dünən çəkmişdim. İndi onu yığacağım paketlərə. Suyu da nə qədər çıxıb töküm. Qanın suyun. Kızlar ürəyim nə istədi? Sarma mantı olur. Xanım özbəklərdə ona nə deyirlər? Xanım böyrək deyirlər, nə deyirlər bilmirəm. Ürəyim ondan istədi. Parda. Mantı da sarma mantı. Belə 2 dənə kartof doğradım. Xırda. 2 dənə də soğan. Çox xırda doğrayıram mən, çox iri. Bunu heç kim məndən başqa yeməyəcək, soğanlıdır. Bizdə soğan, pişmiş soğan yeyilmir. Bundan 2 dənə yəqin çıxar. Birini pişirərəm, birini də dondururam. Hələ xəmir eləməmişəm. Bunu əti hazırlayayım, sonra xəmir eləyim. Baxın, xırda. O qədər soğanı o qədər xırda doğrayıram. Hər yeməyi elə də bilinməsin deyə. Sonra da o qədər pişirib öldürürəm ki, soğan yeməyi də bilinməsin.
hardasa 15 dakika keçdi. Bayağı yığdığım etlerden de balaca paketi, 2 tane balaca paket yığmıştım. Onun birini böyle elçe giyindim. İstiyotta töküyorum. Çok oldu diye sen yok. Tuz dökmüştüm karpuz soğanı. Biraz da döküm yine. Ve karıştırın. Elle karıştıracağım. Etten çok kartof soğan olur bunda. Evveller hiç vaxt pişirmemişim. Ahir vaxtlar 1-2 dəfə pişirmişim. Hoşuma gelip. Ben yani hiç pişirmediğim bir şeyi YouTube'da gördüm. Getirdim, pişirdim. Bu dursun, indi xəmiri eləyim. Bu da özün tutsun, birbirine dadı çıxsın. Erzaklar birbiriyle görüşsün. Mehribanlaşsın. Kızlar belençi paravarkanın süzgecini getirdim. İçin yağlamışam. Ve bunu belençi geçenince bunu koyuram içine. Belə qazanı koydum, su qaynayır. Məndə belə paravarkadır, yəni belə borkun qazanıdır, belə aş qazanı deyirlər, nəysə də belə tok qazanı. Həm də bunda belə paravarka da var. Paravarka deyirlər də bunda. Koydum. Kapağını da
Bunu da istiliyinde biraz alalım. Bu burada pişsin. Hardasa 45-50 dakika pişecek bu. Çok güçlü xoddadır. Ben de devam edeyim. Yayıram ikincisini. Kızlar belençi 2 tane belə üstünü qoşladım. Eləyəndən sonra yadıma düşdü ki, çəkmədim. Belə düzəltdim. 2 tanesi bir, belə. Bir de belə. Şimdi bunu koyacağım buz dolabına, yani marasilkaya da. Birinde belə pişirdim. Söndüreceğim. Az xoddadır. Belə kəsib, belə. Mən xoşlayıram sliviçin yağla yeməyə, bunu üzərinə sliviçin yağ döküb yeməyə. Amma bunu deyirlər belə nə ilə yeyilir, belə tomatla sousla düzəldirlər, acı zat elə ondan, yaxud pomidor, soğan belə qovurur, pomidor yumurta kimi də elə pomidoru qovurub üzərinə töküb. Mən amma sliviçin yağla xoşlayıram.